Hələ də baxanda insan qürur hissi ilə izləyir təbii ki və mən düşünürəm sonsuza qədər də o qüruru biz yaşayacağıq. Mənim bugün çox dəyərli, çox önəmli bir qonağım var əziz tamaşaçılar. Aprel döyüşlərinin və Vətən müharibəsinin qəhrəmanı, ehtiyatda olan polkovnik leytenant, xüsusi təyinatlı qüvvələrdə əfsanəvi taburun komandiri Nizami Əliyev bizimlədir. Nizami müəllim, xoş gəlmisiniz, sabahınız xeyir. Xoş gördük, sabahınız xeyir, gününüz uğurlu olsun. Mən çox təşəkkür edirəm bizim dəvətimizi qəbul edib buraya qədər gəldiyiniz üçün. Mən təşəkkür edirəm, çox sağ olun. Aprel döyüşləri necə xatırlayırsınız? Aprel döyüşlərini nə qədəri əslində, bax, ora mənə maraqlıdır. O bir dönəm ki oldu ki, hamımız, bütün xalq olaraq yığıldıq, bax, o anları necə xatırlayırsınız ki, sonra biz zəruri olduq ki, artıq o döyüşlərə, o əməliyyatlara başlayaq. Əslində, aprel döyüşlərini biz çoxdan gözləyirdik. Yəni, çünki ulu öndərimizdən başlayaraq və onun davamçısı prezidentimiz 90-cı illərdən, yəni atəşkəsdən sonra çox böyük bir diqqət ayırdı. Həm dövlət quruculuğuna və əsas da ordu quruculuğuna. Müasir texnikalar alındı, müasir avadanlıqlar alındı, peşəkar kadrlar yetişdirildi. Müxtəlif, yəni biz xüsusi təyinatlı qüvvələr mənsubları olaraq, ordu mənsubları olaraq xarici ölkələrdə, əsasda Türkiyədə təhsil gördük, müxtəlif fəaliyyətlərdə birgə fəaliyyət göstərdik. Ona görə də bu hazırlıq çoxdan gedirdi və biz bu hazırlığı hər zaman gözləyirdik. Bizim komandanımız, bizim komandirlərimiz hər zaman deyirdi ki, bizə bu torpaqlarımızın azad edilməsi sülh yolu ilə yox, İlla ki bir döyüşlə, bir müharibə ilə azad olunacaq. Çünki zaten bu torpaqlar da döyüşlə işğal olunmuşdu. Ona görə də düşmənimiz bunu bizə xoşluqla verən deyil. Həm də onlar elə bir xülyanın içində idilər ki, onlar elə bilirdilər ki, elə qalibdirlər, müharibə olsa da qalib gələcəklər. Onlarda elə bir psixologiya yaranmışdı. Onlarda elə ona gələcəm əslində. Onlarda elə bir psixologiya yaranmışdı ki, biz artıq onlar yenilməzdilər. Onlar bizdən hər zaman bizə yuxarıdan aşağıya baxırdılar, necə deyim, özlərinə güvənirdilər, başqalarına güvənirdilər, bizi elə bir ki, tək görürdülər hər zaman, bir səhv qurmuşdular, o səhvdi keçilməz hiss edirdilər, bilirdilər ki, sanki o səhv 20 il, 25 il ərzində qurulub və keçilməz bir səhvdir. Amma biz əlbəttə ki, yəni xüsusi təyinatlı qüvvələr olaraq, ordu mənsubları olaraq hər zaman buna hazır idik və hazırlıq hər zaman gedirdi. Ona görə də mən aprel döyüşünü əslində çox qısa bir zamanda baş verdi. Amma aprel döyüşünü hər zaman Vətən müharibəsinin sağlam qoyulmuş bir təməl daşı kimi görürəm. Çünki bizi Vətən müharibəsinə aparan aprel döyüşü oldu. Bunun bir çox, belə deyim, xüsusiyyətləri var, hansı ki, bunu qiymətləndirmək olar. Bayaq dediyimiz, məsəl üçün, psixoloji xüsusiyyətlər, hansı ki, bizim xalqımızın özündə də bir ruh yüksəkliyi yarandı. Biz hər zaman intiqamımızı almaq istəyirdik. Bizim şəhid olan böyüklərimiz, qardaşlarımız, hansı ki, körpələrimiz Xocalda, biz onların intiqamı ilə yaşayırdıq və biz hər zaman bunu gözləyirdik, yəni bunu istəyirdik və xalqda bir partlama oldu. Ruh yüksəkliyi yarandı, böyük bir ruh yüksəkliyi yarandı. Bunun yanında da düşməndə bir əziklik yarandı, bir xof və qorxu yarandı. Bayaq qeyd elədik, onlar hiss edirdilər sanki bu səhv keçilməyəcək, sanki biz yenə də 90-cı illərdəki bir orduyuq və əlbəttə ki, yəni mən onu demək istəmirəm ki, 90-cı illərdə bizim döyüşən böyüklərimiz bizdən heç də əksik olmayıb. Sadəcə aydın məsələlər var ki, vahid komandanlıq yox idi, struktur yox idi. Bəli, yəni bunlar kimlərsə qəhrəmancasına döyüşürdü bizim qəhrəmanımız, amma başqa yerdə siyasi çəkişmələr var idi. Yəni, düşmən bizi elə görürdü, elə fikirləşirdi, sanki həmənki ordudur, həmənki illərdir və biz əslində bunu düşməndə, bu psixologiyanı sındırdıq və özümüzdə böyük bir inam yarandı. Yəni, xalqda inam yarandı. Sizin döyüşdən kadrlarınızdır? Yəni, döyüş dönəmində? Orada, bəli, orada döyüşdən olan kadrlar yoxdur, döyüşdə vaxt olmur. Amma təlimlərdən var, bəzi fraqmentlər var ki, hansı ki, bəli, döyüş ərazilərindən çəkilmiş kadrlar var.
onlardır, bəli. Həmin o prosesləri istəyərdim ki, yəni bölüşəsiz bizlə. Təbii ki, yəni orada xatirələr var, ağırlı xatirələr də şübhəsiz ki var. Amma onunla yanaşı, yəni o ayrı-ayrı o kiçik qələbələrdə hər atdığımız, irəli doğru getdiyimiz addımdakı o qürur hissi də var. Yəni xüsusi təyinatlı qüvvələrdə xidmət eləmək həqiqətən də bir qürur hissidir. Yəni ümumiyyətlə orduda vətənə xidmət eləmək bir vətəndaş üçün qürur hissi olmalıdır. Amma xüsusi təyinatlı qüvvələr əlbəttə ki, bambaşqa bir yerdir, istər-istəməz. Xüsusi təyinatlı qüvvələr bir ailədir. Biz də xüsusi təyinatlı qüvvələr mənsubu olaraq siz qeyd etdiyiniz kimi artıq döyüşlər başlayandan sonra yuxarı komandanlıq tərəfindən əlbəttə ki, əmrlər aldıq. Hər bir bölmənin özünə aid bir tapşırıqları var idi və o tapşırıqları icra eləməyə başladıq. Və bu tapşırıqları əlbəttə ki, icra edərkən, hər bir bölmə bu tapşırıqları icra edərkən o necə deyirlər, dama-dama göl olar, böyük bir puzzle yarandı və qələbəyə bizi aparan yol əlbəttə ki, o oldu. Kiçik komandirlərin, hər bir komandirin onun qarşısına qoyulan tapşırıqların icrasıdır. Əlbəttə ki, biz, siz qeyd etdiyiniz kimi, Lələtəpənin alınması, işğal olunmuş torpaqların ilk, necə deyim, o qarışlarını düşmən tapdağı altından 20 ildən, 25 ildən artıq hansı ki, o düşmən ərazisi, yəni düşmən işğal eləmişdi həmən əraziləri, o ərazilərə ilk addım basmaq, yəni bizim üçün böyük bir qürur hissi idi, bir fəxr hissi idi. Ekranda sizin o yaralandığınız görüntüləri var, orada da özünüz gülür amma. Yəni, üz hər zaman gülməlidir, insan hər zaman güclü olmalıdır. Xüsusi təyinatlı qüvvələrdə də zaten birinci elə həm tələb olunan, həm də qazanılan odur ki, hər bir çətin şəraitdə sən o çətin şəraitdən çıxış yolu tapmalısan. Yəni, əsas, necə deyərlər, düşmək deyil, əsas düşəndən sonra qalxmaqdır. Böyük bir əslində psixoloji güc ötələdir. Əlbəttə ki, böyük psixoloji güc, böyük iradə. Çünki xüsusi təyinatlı qüvvələr mənsubunun elə birinci tələb olunan amil odur ki, onun güclü iradəsi olmalıdır. Xüsusi təyinatlı qüvvələrin bir komandiri kimi, Vətən müharibəsinə gedən yolda, aprel döyüşlərindəki prosesdə, verdiyiniz qərarlardan, çətinlik çəkdiyiniz anlar və yaxud, nə bilim, ümumiyyətlə, çox qətiyyətlə verdiyiniz qərarlar, yəni bu proseslərdən də istəyirəm bir danışasınız. Mənə şəxsən maraqlıdır, düşünürəm, tamaşaçılara da maraqlıdır. Çünki orada qərar anları var da, düz əmirlər var və onlar icra edilir, amma sizin də verdiyiniz qərarlar var, sizin də verdiyiniz tapşırıqlar var. Çətinlik çəkdiyiniz qərarlar olub məsələn? Əlbəttə ki, hər bir qərar verəndə çətinlik çəkirsən, analiz eləyirsən, birinci növbədə vəziyyəti qiymətləndirirsən və o vəziyyətə uyğun olaraq qərar verirsən. Əmrlər elədir ki, yəni orduda hər bir komandir tərəfindən verilən əmr mütləq icra olunmalıdır. Onun başqa bir variantı, başqa bir yolu yoxdur. Bizim də komandir olaraq əslində çətinliyimiz ondan olub ki, yəni biz şəxsi heyətə, mən bunu hər zaman təkrarlayıram, elə bir peşə yoxdur ki, insana, şəxsi heyətinə illərlə xidmət eləmiş silahdaşına, yoldaşına, düzdür, sən onu birbaşa açıq şəkildə vermirsən, amma sən ona əmr verirsən və o əmr icra olunmalıdır. Onun nəticəsi yaxşı da olar, pis də ola bilər. Gedib şəhid də ola bilər, olmaya da bilər və sən onu əvvəlcədən kəstirə bilməzsən. Amma sən bilirsən ki, bu yolda, bu əmrdə, sən o əmrin icrasında o şəhid ola bilər və ya tək insandan söhbət getmir, yəni bir neçə nəfərdən ağır yaralananlar ola bilər. Yəni çətinlik bunda çəkirsən, yəni vicdan çətinliyi çəkirsən əlbəttə ki, insan olaraq onun nəticəsini. Amma o əmr əgər komandirlər tərəfindən verilibsə, o icra olunmalıdır. Yəni onun bir başqa variantı yoxdur. Ya gedib icra eləyəcəksən, ya da ki, şəhid olub, yenə də icra eləyəcəksən. 44 günlük Vətən müharibəsi dönəmini göz önünə gətirəndə, yadınızdan çıxmayan bir xatirəniz, bir anınız? Əslində 44 günlük müharibənin heç bir xatirələri yaddan silinmir, artıq bizim yaddaşımızdadır. Bu gündəlik həyatımızda da bizdə təsir göstərir. Əlbəttə ki,
gözəl xatirələri var. Çətin günlərin, çətin anların xatirələri var. Amma ən çətin belə bizim üçün xatirələr bayaq qeyd elədim. Xüsusi təyinatlı qüvvələrin digər qoşun növlərindən fərqləndirən odur ki, xüsusi təyinatlı qüvvələrdə xidmət edən şəxslər peşəkar şəxslərdir və illərlə bir yerdə xidmət eləyirlər. Ailələrindən çox bir-birimizi görürük biz xidmət zamanı. Hətta mən onu deyə bilərəm ki, sutkanın bəlkə də 20 saatından artıq bir yerdə keçiririk. Hərdən təlimlərdə sutkalarla, aylarla bir yerdə oluruq və bir-birimizə bağlanırıq. Ailələrlə bir-birimizi tanıyırıq. Yəni, ümumi götürsək, xüsusi təyinatlı qüvvələr həqiqətən də bir ailədir. Yəni, hər birimiz, hələ də mən ehtiyatlı olsam belə, mənim orada yoldaşlarım, dostlarım var və həqiqətən də əsl yoldaş dostlarım var. Hansı ki, mən onlarla əlaqə saxlayıram, hansı ki, onlar döyüşdə bəlkə də mənə görə öz canlarını, yəni o təhlükəni göz qabağına alıb, öz döyüşlərini mənim qabağıma veriblər. Yəni, hələ də əlaqə saxlayırıq və bizim üçün çətin olan odur ki, itirdiyimiz yoldaşlar, yəni illərlə bir yerdə olduğumuz və onun xatirələri yaşamağımız, təlimlərdə, gündəlik həyatda hər zaman o yoldaşlar, o dostlar, silahdaşlarımız, qardaşlarımız bizim göz qabağımızdadır və ən çətin xatirələri odur. Yəni, onun xaricində... Döyüş prosesindən məsəl üçün xatirələr olur. Döyüş prosesində əlbəttə ki, indi tam açmaq istəmirəm. Təbii ki, orada hərbi sirlər də ola bilər. Əlbəttə ki. Amma elə döyüşlərimiz olub ki, mənim onu deyə bilərəm, öz taburumdan 4 vətən müharibəsi qəhrəmanı var. 8 nəfər bayraq ordeni ilə, 6 nəfər Qarabağ ordeni ilə təltif olunan və bunun yanında da digər medal və ordenlərlə təltif olunan şəxsi heyəti var. Taburumdan 120-dən artıq biz döyüşə girdik müharibənin ilk günündə. Onu deyə bilərəm ki, müharibə bitdikdə sırada demək olar ki, 10 nəfərə yaxın şəxsiyyət qalmışdı. Onun xaricində 10 nəfərdə yaralanıb təkrar döyüşə qayıdan şəxsi heyət idi. Yəni, taburdan yaralanmayan şəxsi heyət yox idi. Qalanları isə yaralanıb hələ də hospitalda müalicə alanlar var idi, şəhid olanlarımız var idi, şəhid olan yoldaşlarımız var idi. Yəni, siz çətin deyirsiniz, yəni çətin budur. Silinməyən xatirələr və yaddaşlar budur. Həqiqətən də hər bir düzdür, tək xüsusi təyinatlı qüvvələr yox, vətən müharibəsində hər bir kəsin əziyyəti olub, hər bir Azərbaycan vətəndaşının, xalqımızın hər bir üzvü özünə görə, necə deyim, əziyyət çəkib, bu qələbəyə öz tövəsini verib və hər bir kəsin əziyyəti var. Amma xüsusi təyinatlı qüvvələr hər zaman öndə olublar, ən çətin tapşırıqları yerinə yetiriblər, ən qızğın döyüşlərdə olublar və xüsusi təyinatlı qüvvələri də fərqləndirən və xüsusi təyinatlı qüvvələrin şəxsiyyətini fərqləndirən əsas amil də budur. Təşəkkür edirəm. Düzdür, biz sizi o döyüşlərlə daha çox danışdıra bilmədik. Haradasa hərbi sirləri gözlədiniz. Əlbəttə ki. Kitab yazmağı düşünmürsünüz bəs? Yox, kitab yazmaq hələ düşünmürəm. Hələ ailəmlə məşğulam, övladlarımla məşğulam. İnşallah gələcəkdə vaxtım olanda bəlkə də... Lazımdır. Mən düşünürəm gələcək nəsillərə, düzdür, tarixçilər bunu yazır, düzdür, media bunu verir, qəzetlər bunu verir və bu gələcək üçün bir tarixdir. Amma sizin kimi şəxslərin məncə şəxsi təəssüratları, şəxsi gördükləri, xatiratları onlar tamam başqa. Mən hər zaman deyirəm, biz, necə deyim, bizə bu qürur hissi Ali Baş Komandanımız yaşatdı. Biz bu torpaqları bizə nəsib oldu azad etmək. Bəlkə də ən böyük fəxr də budur. Yəni, birbaşa bizim rolumuz oldu bunda. Çünki biz bəlkə də 10 illər sonra, 100 illər sonra olmayacaq bu həyatda, amma bizim tarixi, yazdığımız tarixi gələcək nəsillər dərsliklərdən oxuyacaqlar, dərsliklərdən öyrənəcəklər. Necə ki, biz tarixdəki sərkərdələrimizi indi